Almanın sihri, ürəyin qapısını açan nağıl uzaq kəndlərin, dağların ətəyində, quru torpaqların və yaşlı ağacların kölgəsində, unudulmuş ənənələrin, qədim nağılların və dərin hikmətin hələ də canlı saxlanıldığı bir diyarda. Hər şeyin başlanğıcı kimi görünən, lakin sir dolu bir hadisə baş verdi. Kəndin mərkəzində dar daş küçələrində yaşayan insanlar üçün alma yalnız meyvə deyildi. O, ümidin, yeniliyin və qəlbin sədasının simvoluna çevrilmişdi. Hekayəmizin qəhrəmanı Nihad, gənc və macəra ruhlu bir oğlan, uşaqlığından bəri eşitdiyi nağılların təsiri altında hər kəsin içində gizli bir işıq var. O işıq sənə həyatın sirrini, ümidin və sevgini bildirərək sözlərini ürəyində daşıyırdı. Nihad, kəndin hər yerində yetişən alma ağaclarının kölgəsində oynayarkən atası və nənəsinin ona danışdığı hekayələrdən, almanın sihrindən və onun hər zaman yenidən doğuşdan bəhs edən nağıllardan ilham almışdı. Lakin son illərdə kənddə yaşanan çətinliklər, quraqlıq və iqtisadi sıxıntılar insanları ruhən yorur, ümidlərini azaldırdı. Hər günün sonunda günəş batanda ulduzlar tək-tək səmanı bəzəyərkən kəndlilər keçmişin nağıllarını yad edir, lakin gələcəyə dair ümidlərini itirirdilər. Bir gün Nihad öz ata evinin arxasında köhnə və tozlanmış bir bağçada gəzərkən diqqətini cazibədar bir şey çəkdi. Orada köhnə alma ağacının kölgəsində yarpaqları arasında incə işıq parıldayırdı. Ağacın budaqları arasında asılmış, illərin sükutuna qarışmış bir alma, sanki digər meyvələrdən fərqli, parlaq və sehrli idi. Nihad bu almanı əlinə götürdükdə içində sanki dərin bir səs yüksəldi. O, öz içindən bu alma sənin həyatını dəyişəcək, ümidlərini yenidən doğuracaq deyə pıçıldayan bir səs eşitdi. Həmin an onun ürəyi çırpınmağa başladı. O, anladı ki, bu alma təkcə bir meyvə deyil, insan ruhuna toxunan dərin bir hikmət və sehr daşıyır. Nihad, alma ilə birlikdə öz səyahətinə başlamağa qərar verdi. O, bu sihirli almanın ona göstərdiyi işığa inanar, öz içindəki səsi dinləyərək həyatın əsl mənasını kəşf etmək istəyirdi. Beləliklə, o, ata evindən ayrıldı və kəndin dar yollarından, unudulmuş bağlardan, meşələrdən və düzənliklərdən keçərək uzaq diyarlara doğru yola düşdü. Hər addımında alma ağaclarının, rüzgarın, quşların və axan çayların sədası ona hər kədərin, hər itkin arxasında yeni bir başlanğıc var deyirdi. Səyahətinin ilk mərhələsində Nihad dağların sərt və çətin yollarını aşdı. Dağların zirvələrindən süzülən günəş işığı ona keçmişin unudulmuş nağıllarını və hər itkidən sonra doğan ümidin sədasını çatdırırdı. Hər bir daşın, hər bir qaya kəsinin arxasında 1000 illik hekayələr gizlənirdi. Nihad təkcə fiziki olaraq dağları keçməkdən ötürü deyil, həm də ruhunun, qəlbinin səsini eşitmək üçün hər addımında dərin düşüncələrə dalırdı. Hər çətinlik, hər kədərin arxasında yeni bir dərs, yeni bir ümid gizlənir, deyərək özünə söz verir, qanadlanmış ümidlə irəliləyirdi. Bir neçə gün sonra Nihad geniş və sərin düzənliklərə çatdı. Düzənliklərdə çiçəklər rəngarəng açır, otlar təravətli idi və səmada ulduzlar hələ də parıldayırdı. Sanki hər an, hər duyğu öz notalarını bir araya gətirərək həyatın bir simfoniyasını yaradırdı. Bu düzənliklərdə Nihad qarşısına çıxan hər kəsin, hər ailənin və hər nəslin öz həyat nağıllarını necə yazdığını, hər kədərin arxasında doğan ümidin necə də qiymətli olduğunu görürdü. O, insanlar arasında keçən uzun söhbətlərdə keçmişin dərslərindən, sevginin və inamın gücündən ilham alır, öz hissəsini daha da gücləndirirdi. Düzənlikləri keçərək Nihad sərin, axan bir çayın kənarına çatdı. Çayın sədası onun üçün ruhani bir mənbə idi. Axan suların hər damlasında 1000 illik nağılların və keçmişin unudulmuş hekayələrinin sədası eşidilirdi. Çayın kənarında oturub, suyun sakit axışını dinləyərkən Nihad öz hissəsini daha dərindən dinlədi. Hər damla su, hər axın, hər şırıltı sənin üçün yeni bir başlanğıc, yeni bir ümid bəxş edər, deyə düşündü o və bu sözlər onun ruhunu ilhamlandırdı. Çayın sədası ona həyatın çətinlikləri qarşısında güc vermək, hər kədərin arxasında doğan yeni bir ümidin varlığını hiss etdirmək üçün sanki səmimi bir nağıl kimi yayıldı. Səyahəti davam edərkən Nihad təkcə təbiətin gözəlliklərini kəşf etməklə kifayətlənmədi, o, müxtəlif yerlərdə yaşayan insanlarla da qarşılaşdı. Bir şəhərdə uzun illərdir kimsənin addım basmadığı qədim məsciddə yaşlı bir müəllim ona dedi: "Əziz oğlum, həyat yalnız qazandıqlarımızla ölçülmür. Hər itki, hər kədər sənin üçün yeni bir başlanğıc, yeni ümidlər bəxş edər. Biz yalnız ürəyimizin səsini dinləsək, hər çətinliyin arxasında gizlənən dərsi anlaya bilərik." Bu sözlər Nihadın ruhuna dərin təsir etdi.
O artıq anladı ki, həyatın əsl mənası yalnız öz içimizdə, qəlbimizin dərinliyində gizlidir, həm də biz hər kəsin həyatından, hər kədərin, hər itkin arxasında doğan ümid dolu mesajlardan ilham alaraq öz nağıllarımızı yaradırıq. Nəhayət, uzun və dolu səyahətindən sonra Nihat kəndə qayıtdı. Qayıtdığı zaman o artıq yalnız bir gənc kimi deyil, həm də həyatın sirlərini, keçmişin hikmətini və gələcəyin ümid dolu mesajını daşıyan, ruhu dərin, qəlbi parlaq bir şəxsə çevrilmişdi. Kənd sakinləri onun üzündəki dəyişiklikləri, dərin düşüncəli baxışlarını və öz hiss səsinin eşidildiyini dərindən hiss etdilər. Bir axşam kəndin meydanında böyük bir toplanış təşkil olundu. Ulduzların parlaqlığı altında odun sobasının ətrafında toplaşan insanlar Nihatın səyahətindən, keçdiyi çətinliklərdən və tapdığı ümid dolu mesajlardan bəhs edən hekayələrini dinləmək üçün bir araya gəldilər. Nihat meydanda sakit, lakin güclü səs tonuyla belə başladı. Əziz dostlar, hər kəsin içində eşidilən o səs həyatın ən böyük sirridir. Biz yalnız öz hiss səsimizi dinləsək, hər kədərin, hər itkin arxasında gizlənən dərsi anlaya və gələcəyin ümid dolu işığını qəlbimizdə daşıya bilərik. Həyat yalnız qazandıqlarımızla deyil, həm də itirdiklərimizdən sonra necə yenidən doğduğumuzla ölçülür. Gəlin, hər çətinliyi sevgi və inamla qarşılayaq və hər kədərin arxasında gizlənən yeni bir başlanğıcın olduğunu xatırlayaq. Bu sözlər meydandakı hər kəsin qəlbində dərin izlər buraxdı. İnsanlar artıq yalnız gündəlik işlərlə məşğul olmurdular və onlar hər anı, hər duyğunu, keçmişin hikmətini və gələcəyin ümid dolu mesajını bir araya gətirərək öz həyatlarını yenidən qurmağa başladılar. Kəndin dar küçələrindən, evlərin pəncərələrindən sızan işıq, ailələrin bir araya gəldiyi gecələr, bunların hər biri Nihatın öyrətdiyi dəyərlərin, hiss səsinin və ümidin bir simvoluna çevrildi. Zaman keçdikcə Nihat səyahətindən öyrəndiyi bu dərin hikməti və sirləri bir kitab halına gətirməyə qərar verdi. O, Ümidin Ruhu, Sonsuz Səyahət adını verdiyi bu əsərdə yalnız fiziki səyahətimi deyil, həm də ruhi, daxili səyahətimi, öz hissəsini dinləyərək həyatın bütün rənglərini, duyğularını və notlarını necə bir araya gətirdiyimi təsvir etdi. Kitabın hər səhifəsində oxuculara həyatın hər çətinliyinin, hər itkinin arxasında doğan ümidin mesajı xatırlanır, hər kədərin sonunda yeni bir başlanğıcın dəyəri vurğulanırdı. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq oyandı. İnsanlar kitabın hər bir səhifəsində öz həyatlarından bir parça tapır, keçmişin hikmətini və gələcəyin ümid dolu işığını hiss edirdilər. Məktəblərdə, ictimai toplantılarda və ailə yığıncaqlarında Ümidin Ruhu, Sonsuz Səyahət sətirləri hər kəsə həyatın ən böyük sirrini, öz hissəsini eşitmək, keçmişin hikmətindən və gələcəyin ümidindən ilham almaq xatırlayırdı. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbində doğan o səsi eşidərək həyatın bütün çətinliklərini sevgi və inamla aşır, yeni ümidlərlə dolu addımlar atırdı. Bu hekayə Ümidin Ruhu, Sonsuz Səyahət yalnız Nihatın fərdi səyahətini və öyrəndiyi dərsləri əks etdirmir, o, həm də bütün bir cəmiyyətin, hər kəsin öz içində gizlənən, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinlədikcə həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək öz nağıllarımızı və əbədi macəramızı yazırıq. Bu bizim əbədi səyahətimizdir. Hər kədərin, hər itkin arxasında doğan yeni bir ümid, hər çətinliyin sonunda parlaq bir başlanğıc bəxş edən, dərin hikmətin, unudulmuş nağılların və öz hiss səsinin əbədi melodiyasını daşıyan nağıldır. Həyatın ən böyük sirri yalnız yaşadığımız anlarda deyil, həm də o anların içində gizlənən dərin səs və ümidlərdədir. Biz yalnız ona qulaq asdıqca hər kədərin, hər itkin arxasında yeni bir ümid doğar və həyatın əsl mənası, sevgi, inam və ümid bizə əbədi işıq saçar. İndi ulduzların parlaqlığı altında hər kəs öz hiss səsini eşitsin, çünki hər addımda, hər dalğanın sədasında, hər qəlbdə doğan o ümid bizim gələcəyimizi daha parlaq və mənalı edəcək. Bu, bizim bütün bir cəmiyyətin və hər kəsin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edən əbədi macəramızdır.